18 yaşına çatana qədər hər bir insan uşaq hesab olunur. Böyüklər çalışmalıdırlar ki, uşaqların maraqları üçün ən yaxşısını təmin etsinlər. Uşaqlar yemək, geyim, mənzil sahibi olmalıdırlar. Bütün uşaqların hüquqları var ki, kifayət qədər yaxşı həyat standartlarına sahib olsun. Uşaqların hüququ var ki, onlara tibbi yardım göstərilsin. Uşaqlar hər cür zorakılıq və istismardan qorunma hüququna malikdirlər. Uşaqlar fikirlərini ifadə etmək və fikirlərini ifadə etmək üçün bir araya gəlmək hüququna malikdirlər. Bütün uşaqların bir ad, vətəndaşlıq almaq hüququ vardır və həmçinin öz adlarını və vətəndaşlıqlarını qorumaq hüququna malikdirlər.